Siz həyəcan dediniz, mənim yadıma düşdü. Mən öz halımı sizə danışım, deyim. Siz burada dəyərləndirin verilişin içində. Bazar günü uşaqlar da evdə olur, biz də evdə oluruq. Və maşallah uşaqlar evdə olanda evi dağıdırlar. Adətən mən özümə elə aparıram ki, evin dağılması mənim vecimə deyil, amma mənim içimdə bir narahatlıq olur. İstər-istəməz onları yığmaq üçün, onları hamısını yerinə qoymaq üçün mənim üçün vaxt tələb olunur, vaxt gedir və mənim o gün işim həddindən artıq çox olur. Bunlar birinci gün məktəbə gedəcək paltar. Yəni həddindən artıq işim çox olur və mən baxıram ki, mən çox əsəbləşmişəm. Mən uşaqların üstlərinə qışqırmışam. Özü elə qışqırmışam ki, dəhşətli dərəcədə, hətta mənim qışqırığımdan onlar ağlaya bilirlər. Mən belə bu hissi yaşayıram və ondan sonra mən çox pis oluram. Həddindən artıq Günahlandırma, özünü günahlandırma. Özümü günahlandırıram, çox pis oluram. Sonra hətta olur ki, gedib onlardan üzr istəyirəm. Deyirəm, bağışlayın, mən belə siz dağıdırsınız, mənim gücüm çatmır da, mən hamısını eləyə bilmirəm. Və yenə də onlara nəsə belə bir kiçik hədiyyələr alıram, öpürəm, qucaqlayıram. Mən bu vəziyyətdən özümü neçə vaxtı çıxarda bilmirəm. Sizə çox gözəl bir məsləhət vermir psixoloqlar. Amma mən məktəb psixoloqu olmuşam, ona görə yolunu göstərəcəm. Birinci uşaqların neçə yaşı var? 8-7. Əla yaşları var. Demək, əvvəlcədən danışırıq. Gördünüz ki, onlar tökürlər. Həmişə onlara əvvəlcədən, necə deyirlər, qayda qanunları. Mən həmişə məktəbdə sinifə də girəndə deyirəm, uşaqlar, məktəbin qayda qanunları var, nizam intizamı var. İndi siz nə edəcəksiniz? Deyəcəksiniz ki, uşaqlar, gəlin belə danışaq əvvəlcədən. Həmişə əvvəlcədən danışın hər şeyi. Bax, indi siz belə eləyirsiniz, sonra belə eləyəcək. Səyahətə gedəndə də o şərtləri əvvəlcədən demək lazımdır ki, psixoloji onlar hazır olsun. Deyirik ki, indi oynayırıq doyunca istədiyimiz qədər. Amma evimizin qayda qanunları var ki, uşaqlar oynayandan sonra oyuncaqları yığacaqlar. Plan yerə, qabı burdadır və yaxud bu şkafa. Səyahətə gedəndə demək olar ki, indi mama ata istədiyi yerə gedərik. Sonra siz birinci çalışın uşaqları, amma əgər uşaqların zooparkı və yaxud əyləncə mərkəzi müəyyən biraz uzaq yerdədir, ilk öncə sizin hansısa şəlaləyə baxmaq istəyirsinizsə, onda deyirsiniz ki, bax indi şəlalə yaxın olduğu üçün ananın arzuladığı, gördüyü bir şəlaləyə gedirik. Sonra isə sizin sevdiyiniz üzmək olan bir yerə, nə bilim, siz bilirsiniz ki, plan, proqram nədir. Əvvəlcədən onları həmişə xəbərdarlıq edin. Çünki uşaqlar üçün müəmmalı bir şey qorxuludur və sonra sizin qışqırınız onlara çox qorxulu gəlir. Bəlkə də əvvəlcədən qaydayı, şərti bağlasanız, qayda qanunu desəniz, sonra onlar etməsə, sizin o qışqırmağınız onlar üçün normal gələr ki, hə, biz onun dediyini etmədik, qanunu, qaydanı pozduq. Yəni, mən əvvəlcədən bütün proqramı bildirirəm onlara, razılaşdırıram. Əslində düz deyirsiniz. Yəni mən onlara desəm ki, evi dağıdaq. İşlərini yaxşı etməsi üçün müəyyən oyuncaqları asan yığmaq üçün böyük korobkalar, böyük oyuncaq qabları satılır mağazada. Evdən də nəsə qoya bilərsiniz ki, hamısını doldurun bunun içinə. Və yaxud da yumuşaqları bura doldurun, bu kubik, rubik, nə bilim nələr var, konstruktor kimi. Onları bura doldura bilərsən. Özünüzün hansı istifadə etmədiyiniz sumkalar da qoya bilərsiniz. O yol sumkalar var, darojnuzat. Çox şey düşünə bilərsiniz. Və yaxud da bu sürməyə doldurun, bu şkafa doldurun.